Ən önəmli ibadət xeyr əməllərdir. O birilər sonra çiçəklənir. Sənin xeyr əməllərin yoxdursa, bir dəfə bu fikri söyləmişdim, çox yanlış anlamışlar. Ki, mən namazı, Quran oxumağı önəmsiz sayıram. Yox. Əgər adamın xeyr əməlləri yoxdursa, birinci namaza qaçıbsa, onun namazı öləcək. Namazı diri saxlayan arxasındakı xeyr əməllərdir. O birinci Quran oxumağa gəlirsə, onun elmi öləcək. Quran oxumağı diri saxlayan sənin geniş qəlbindir. Sənin səxavətli, cömert qəlbindir. Ona görə xeyr əməllər təməldir. Xeyr əməllərlə sən çox yaxşı bir təməl yaradırsan, həqiqətin sənin ömrünə gəlməsi üçün. Sonra gəlir Quran oxumaq, sonra sən artıq Allahın sözünü anlayandan sonra alnını da yerə qoyursan, səcdə eləməyə başlayırsan.